değerli izleyiciler, yine ben Eşkıras olarak hal-hazırda çöreğini yapacağım dostlar. Göz kapında yaşayan bu gözəl evdə bir kişiyə. Ya Allah, gel. Daxil olan kimi dostlar, ilk öncə belə bir geniş zal üstü bir mətbəx mövcuddur. Bu hissədə yerləşir sentral boşluq hissəsi və geniş bir yataq otağı dostlar. Kim inşallah alsa evdə bütün əşyalar qalacaq. Gördüyünüz kimi çox gözəl bir evdir. Vaxtımızı itirmədən keçək o bir evlə tanış olaq və tam ətraflı orada super məlumat verəcək. Tam kimi dostlar, gördüyünüz kimi şəxsi olan ev budur. Həyətinə rahat 2 maşın yerləşir. Çöl hissəsində sentral boşluq hissəsi mövcuddur. Üstündə çəninə qədər qoyulub belə bir kombi otağı mövcuddur. Çox gözəl bir evdir. Həqiqətən də qiyməti də çox münasibdir. Belə bir gördüyünüz kimi rahat etmək üçün mangaldan yer. Şimdi düzəldim, istifadə olunur. Ya Allah, gəl. Daxil olan kimi dostlar, girişdə belə bir geniş mətbəx hissəsi mövcuddur. İnşallah mansarla sizi tanış edəcəm. Və belə bir geniş zal, mətbəx, yox, birbaşa geniş zal mövcuddur. Ayrı-ayrı 2 dənə yataq otaqları mövcuddur. Evdə gördüyünüz bütün əşyalar ev sahibi tərəfindən qalacaq. Cüzi ola bilsin, bir dənə əşya, 2 dənə əşya götürəcək ev sahibi. Bu hissədə yerləşir sentral boşluq hissəsi. Keçirik dostlar, ikinci mərtəbəyə. Belə bir geniş dostlar, gördüyünüz kimi çox gözəldir. İstirahət etmək üçün yer. Burada da belə bir qardırop kimi nəzərdə tutulub. Dostlar, evimizin qiyməti əşya qarşılıq 65 minə. Binə Safxoz arasında Türmət deyilən ərazidə. Çox gözəl bir yerdədir. Həqiqətən də Allah alana da, satana da xeyir versin.